Aprelin 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civesinin, nisbi rütubət isə gecə 70-80%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərində qara keçəcəyi, duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-12 dərəcə, gündüz 20-25 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.